Aprel ayının 4-dən başlayaraq Qusa rayonu ərazisində müşahidə olunan intensiv yağıntılar rayon ərazisində bir sıra ciddi fəsadlara yol açıb. Yağıntıların təsirinin azaldılması, vəziyyətin nəzarətə götürülməsi məqsədi ilə Qusa rayon İcra Hakimiyyəti və digər dövlət qurumları tərəfindən təxirə salınmaz tədbirlər görülüb. Fəsadların qeydə alındığı ərazilərdə xüsusi texnika və canlı qüvvə cəlb edilərək fəsadların aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi, risklərin minimuma endirilməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədi ilə zəruri qabaqlayıcı və mühafizə tədbirləri görülüb. Aprelin 6-sında Qusa rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri baş vermiş fəsadlarla yerində tanışlıq məqsədi ilə rayonun Kiləgir, Kuzun, Cağar, Əniq, Hil və Yasab kəndlərində oldular. Kiləgir kəndində sel sularının gətirdiyi lil kütlələrinin toplandığı küçəyə, Kuzun kəndində 1-ci mərtəbəsində su dolmuş fərdi yaşayış evinə və kənd məktəbinin sinif otaqlarına, idman zalına, həmçinin kəndin əsas və daxili yollarına, Cağar kəndində sürüşmə ehtimalı olan əraziyə baxış keçirilib. Kuzun kəndinin yollarının bərpası istiqamətində aidiyyatı qurumlarla yerində müzakirələr aparılıb. Hazırda Kuzun kəndinə gedən əsas yolun texnikalar vasitəsilə lil və çöküntülərdən təmizlənməsi və fasiləsiz hərəkətin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Allah sabır versin size, Allah köməyiniz olsun. Peki ev eşiğe cemaat. Axır evin içində heç nə olmuyor ki, Evi yok, köylərin sizdə heç kim olmuyor. Divarlar var, yolun üstündedir ev. İşıqlar nətərdir? Işıqlar yaxşı. Axşamdan. Yaxşıdır, pisdir. Yaxın verdilər. Çox tez-tez sönmür ki işıqlarımız. Sönür, axır vaxtlar sönür. Bu arada çox Bu arada çox söndü, ona görə ki orada təmir işləri biz düz ödənişli yoldan tutmuş Şahdağa qədər 7 kəndimizdə də Şahbaz müəllim. 7 kəndimizin hamısında yenidən qurma işləri aparır. Təsəvvür eləyin, o bizim işıq təsərrüfatımızın ən azı bir 20%-ni təşkil edir. Balaca bir yer deyil. Orada bir dənə ekskavator olsa yaxşı olur. Ekskavator nədir? Büyük ekskavator. Ona görə bunu elə indi mən maşında getdikcə danış qoy gəlsin oranın proseslərinə başlasınlar. Yaxşı. Sonra harda nə var ki, bu. Bir dənə Qorxu adlı məhəlləyə keçən yolda cənab baxsın. Gedəndə orada baxalım. Evlərə, təsərrüfatlara, nə bilim nəyə ziyan dəyib mi? Bir nəfərin həyətyanı sahəsini su basır, onun təsərrüfatına ziyan dəymir. Aha. Qalan şeylər yaxşıdır. Sel suyudur yoxsa nədir? Sel söydülər.
Tamamilə dağılaraq yararsız vəziyyətə düşmüş Yasab kəndindən gedən avtomobil yoluna baxış keçirilərkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin də iştirakı ilə yolun vəziyyəti qiymətləndirilmiş və bərpası istiqamətində görüləcək tədbirlər müzakirə edilmişdir. Biz maşın verəcəyik sizə lazım olan. Baxın, yenə də elə eləyək ki, cəmaata ziyan dəyməsin. Xahiş edirəm, bu məsələyə diqqət edin. Demirəm, indi özünüz bilən, özünüz yerini bulun, qalan məsələləri biz Şahid müəllimən, Şafat müəllimənlər həll edirik. Aprelin 6-sında Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayon ərazisində müşahidə olunan güclü yağışlar nəticəsində rayonun Gündüzqala kəndinin ərazisindən axan quru çayda yaranan sel sularına düşərək dünyasını dəyişən kənd sakini Rəsulov Fariq Fəridoğlunun dəfn mərasimində iştirak etmişdir. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verilmişdir. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Allah rahmet eylesin, Allah sabır versin can. Hayat bu kadar. Allah rahmet eylesin. Çok sağ olun. Allah dünyamızı bütün fəlakətlərdən qorusun. Amin. Feyruz Qayıtmazov, F Production, Qusar.